Ümumiyyətlə, Azərbaycan xalqına qarşı, Azərbaycan dövlətinə qarşı bu münaqişə və bunun ardınca həyata keçirilən müharibə cinayətləri hələ 88-ci illərdən başladı və xüsusən də 90-cı illərin əvvəllərində bir-birinin ardınca Azərbaycanın əraziləri, kənd və şəhərləri işğal edildi, zəbt edildi və bu işğal həm də müharibə cinayətləri ilə müşahidə edilirdi. Ağdaban faciəsi, Ballıqaya, Xocalı soyqırımı, Qazaxın kəndlərində və digər ərazilərimizdə insanlıq əleyhinə cinayətlər törədildi. Yəni, dinc əhaliyə qarşı amansız qətliamlar, onlara işgəncə faktorları və bu kimi proseslər 30 ildir ki, dünya ictimaiyyəti tərəfindən səssizliklə qarşılanırdı. Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti, mediamız, hüquq müdafiəçiləri bununla bağlı beynəlxalq təşkilatlarda dəfələrlə çağırışlar səsləndirsə də, təəssüflər olsun ki, BMT-nin 4 qətnaməsi kağız üzərində qalırdı və son illərə qədər, 2020-ci il müharibəsinə son illərə qədər həm də kənardan ixrac edilmiş bir separatizm, xüsusən də Rusiyanın, Kremlin dəstəklədiyi və Ruben Vardanyan adlı erməni əsilli Rusiya iş adamı, Rusiyalı milyarderin o zaman işğal altında olan Azərbaycan ərazisinə, Qarabağa gəlməsi, orada güya tikinti, abadlıq işləri ilə məşğul olub, daha sonra prezidentliyə iddia etməsi əslində separatizmə, beynəlxalq maliyyə axınının həm də Kremlin bir dəstəyinin ifadəsi idi. Bu ciddi narahatlığa səbəb olmuşdu. Həm də burada bir nüans var idi ki, digər erməni əsilli şəxslərin maliyyəsi yoxdur bir o qədər də, amma Ruben Vardanyan uzun illər ərzində bu maliyyəni müxtəlif ölkələrə yaymağa müvəffəq olub və oğlu da proseslərin arxasında dayanmağa çalışır. Bu baxımdan Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Çünki o illər idi ki, Qarabağda separatçılar fəaliyyət göstərirdi. Onların əsas ümid yeri Ermənistan Respublikası idi. Ermənistan da həm siyasi, həm də iqtisadi cəhətdən dalana dirənmiş bir ölkə idi və bugün də elədir. Ciddi bir maliyyə dəstəyi Ermənistandan ala bilmirdilər. Buna görə Rusiyadan ayrı-ayrı fondlardan, şəxslərdən maliyyə dəstəyi gəlsə də, amma bunu bir rəsmiləşdirməyə, rəsmi şəkildə və o maliyyə dəstəyini göstərən şəxsin də bir siyasi fiqur olaraq ortaya atılması gələcəkdə güya o separatçı rejimin rəhbəri postuna gətirilməsi belə bir plan var idi Kreml tərəfindən, Rusiya tərəfindən və ona görə də Ruben Vardanyan ciddi şəkildə ortaya atılmışdı. Özünün beynəlxalq terrorizmin dəstəklənməsi, maliyyələşdirilməsi və Rusiya qaynaqlı separatizmin bir figurantı kimi ortaya çıxmışdı. Bu bir ciddi narahatlıq ortaya çıxarmışdı Azərbaycan üçün. Amma 2020-ci il müharibəsinin ardından və xüsusən də 2023-cü il sentyabr ayında antiterror əməliyyatı nəticəsində bütün o separatizm ünsürləri Ruben Vardanyan da daxil olmaqla tutularaq Azərbaycana gətirildi. Şükürlər olsun ki, bugün onlar üzərində ədalət məhkəməsi qurulub, onlar məhkəmə qarşısında cavab verirlər və həmin o müharibə cinayətləri törətmiş, 90-cı illərdə Azərbaycan əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin işləri ayrı. Ruben Vardanyan isə beynəlxalq səviyyədə terrorizmin separatçılığı maliyyələşdirən və bunun təbliğatçısı rolunda iştirak edən şəxs kimi onunla bağlı cinayətçi ayrıca baxılır və bu artıq beynəlxalq səviyyədə diqqət cəlb edir. Təbii ki, erməni lobbisi, qərbdə olan erməni təşkilatları Ruben Vardanyanı və digərlərini qəribə də olsa siyasi məhbus kimi qəlmə verməyə çalışırlar. Biz bunun ATƏT-in Viyanada, Varşavada keçirilən tədbirlərində erməni təmsilçilərinin etdiyi çıxışlardan da görürük. Təəssüflər olsun ki, bəzi Avropalı diplomatlar da bu təbliğata dəstək verirlər və rəsmi Bakıya qarşı bir sərt tələblər irəli sürürlər. Amma zaman keçdikcə, xüsusən də Ukrayna-Rusiya müharibəsi fonunda bəzi Avropa ölkələri, xüsusən də Şərqi Avropa ölkələri, Baltikyanı ölkələr, Latviya, Litviya, Estoniya, onlar artıq başa düşürlər ki, burada bu münaqişə lokal məsələ deyil, konkret olaraq Rusiya Federasiyasından, Kremlindən dəstəklənən separatizmdir. Ona görə artıq ötən gün bilirsiniz ki, Latviya Seyminin xeyli deputatı, bir qrup deputatı
Onlar bəyanatla çıxış ediblər və Azərbaycanda bugün məhkəmə prosesi keçirilən Ruben Vardanyanla bağlı Putinin sponsoru. Bəli, Kremlin sponsoru olduğu və terrorizmi, beynəlxalq terrorizmi, separatçılığı dəstəkləyən, maliyyələşdirən bir şəxsin üzərində məhkəmə prosesinin keçirilməsini alqışlayırlar. Burada Azərbaycanın da ənənəsi bir ilkdir. Çünki postsovet məkanında Azərbaycan ilk ölkədir ki, Kremlin dəstəklədiyi, maliyyələşdirdiyi separatizmi artıq ifşa eləyib, onları ədalət məhkəməsinə çıxarıb, məsuliyyətə cəlb eləyib və bu həm də həmin ölkələr üçün bir presidentdir. Çünki bugün Ukrayna müharibəsinin yaratdığı şərtlər, Rusiyanın belə deyək, qalib gəlmək üzrə olduğu bu müharibə Şərqi Avropa ölkələri üçün, Baltikyanı ölkələr üçün ciddi sos siqnalı yaranır. Həmin Latviyada, Litviyada, Estoniyada çoxlu rus dilli əhali var, rus milləti ondan olan vətəndaşları var ki, onlar separatizm üçün ciddi bir mənbədirlər. Rusiyanın dəstəyi ilə güya oradakı rus dilli əhalinin hüquqlarının pozulması bəhanəsi gətirilərək həmin ölkələrə qarşı hibrid müharibə bugün də davam edir və ortada Ukrayna, Gürcüstan, Moldova təcrübəsi var. Bu baxımdan Azərbaycanın bugün atdığı addımlar cəsarətli çıxışı bir daha göstərir ki, 30 illik bu müharibə təkcə Azərbaycanın milli maraqlarına təhdid yaratmırdı. Təkcə Azərbaycanın ərazi bütövlüyü məsələsi deyildi. Bu həm də beynəlxalq terrorizmin, beynəlxalq separatizmin Azərbaycanın timsalında bir nümunəsi idi ki, Azərbaycan bunu ifşa elədi və təəssüflər olsun ki, biz son 30 ildə bu beynəlxalq dəstəyi görmədik. İndi özlərinin başına gəlmə ehtimalı olandan sonra, amma gec də olsa olsun, Azərbaycana dəstək mesajları verirlər. Biz heç olmamağındansa gec olmağı yaxşıdır və Kreml yönümlü separatçılara bir dərs xarakteri daşıyacaq bu digər ölkələr üçün bir yol xəritəsidir ki, Azərbaycan bu separatizmi 30 ildən sonra boğa bildi, ifşa eləyə bildi və bugün onlara qarşı həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına əsasən tam açıq şəkildə məhkəmə prosesi keçirilir, onlar vəkillərlə təmin olunur, zərər çəkmişlər dinlənilir, açıq bir məhkəmədir. Tam günahları sübuta yetildikdən sonra onlar Azərbaycan və beynəlxalq qanunlar qarşısında cavab verəcəklər. Əhməd bəy, istəyərdim ki, digər mövzulara da toxunaq, çünki gündəmdə xeyli mövzu var və bilirik ki, Alen Simonyan, Ermənistan parlamentinin spikeri, bundan bir müddət öncə, yəni Birləşmiş Ştatlar Nümayəndələr Palatasının, daha doğrusu Konqresinin Nümayəndələr Palatasının sədri o vaxt Nancy Pelosi idi və onu çox xoş bir formada qarşılamışdı. Hər zaman ermənipərəst mövqedən çıxış eləyirdi və qucaqlayıb gül təqdim etmişdi. Bu zaman elə Rusiyalı həmkarı bunu bir mənalı qarşılamamışdı. O zaman Alen Simonyan demişdi ki, o gəlsin, biz elə onu da bu formada qarşılayacağıq. Johofurt qəzeti bununla bağlı yazır ki, belə bir səfər olacaq, amma Alen Simonyan bilmir ki, onu necə qarşılasın. Bir ritorik sual verilir həm də. Həqiqətən də bugün Ermənistan və Rusiya münasibətlərində bəzi təzadlı nüanslar olsa da, arxa planda müəyyən danışıqların gedildiyi də deyilir. Bu kontekstdə həqiqətən də Ermənistan parlamentinin spikeri Rusiyalı həmkarını necə qarşılayacaq? Söhbət fiziki baxımdan qarşılamadan söhbət son 4 ildir ki, Ermənistanla Amerika Birləşmiş Ştatları arasında isti münasibətlər var. Bu, hər zaman demokratların iqtidarda olduğu, ağ evə sahib olduğu müddətdə Ermənistana isti münasibət olub və hətta gedər ayaqda Joe Biden administrasiyasının ABŞ-la Ermənistan arasında strateji müttəfiqlik əlaqələrinə dair saziş imzalanması bunu bir daha göstərir. Amma Trump ağ evə gələn kimi verdiyi qərarlar həm Amerika qitəsi ilə bağlı, dünya ilə bağlı, Avropa ilə bağlı verdiyi açıqlamalar, Ukrayna-Rusiya müharibəsində atdığı sərt addımlar bir daha göstərir ki, Ağ Evin siyasəti dəyişilib. Və bu, bir çox ölkələr üçün də bir mesajdır. Yerevan da anlayır ki, artıq ABŞ-la əvvəlki münasibətlərə arxalanıb, xüsusən də Rusiyaya qarşı sərt açıqlamalar vermək mümkün deyil. Bugün artıq ABŞ-la Rusiya müttəfiq olmasalar da artıq hardasa tərəfdaş mövqedən çıxış eləməyə başlayıblar. Ən azı Ukrayna müharibəsinə münasibətdə Cənubi Qafqazla bağlı mövqeləri nə olacaq? Çox güman ki, ortaq mövqeyə sahib olacaqlar. Belə olan halda Ermənistan üçün çox çətin vəziyyət yaranır. Təbii ki, mən düşünürəm ki, yaxın vaxtlarda Ermənistandan Rusiyaya daha mülayim, daha yumuşaq mesajlar verilməyə başlayacaq. Çünki Ermənistan uzun illərdir ki, Rusiyanın forpostu rolundaydı.
ABŞ-ın son 4 ildəki dəstəyi zamanı, xüsusən də 2018-ci ildən bəri iqtidara gələn Nikol Paşinyan anti-Rusiya mövqeyi ilə seçilirdi. Bu anti-Rusiya mövqeyini yumşaltmağın zamanı gəlib. Çünki Rusiyaya qarşı sərt çıxışlar Qərbdən gözlənilən dəstəyi gəlməyə bilər. Bu baxımdan rəsmi İrəvan yaxın vaxtlarda Rusiya ilə bağlı daha yumşaq addımlar atacaq. Qarşılıqlı səfərlər də hətta gözlənilir və Rusiya rəsmisinin Yerevana səfəri zamanı Alen Süleymanian içdən gəlməsə də məcburən öz xalqının maraqların naminə daha səmimi, daha yumşaq davrana bilər ki, bu zaman Azərbaycan da diqqətli olmalı regionda baş verən bu sürətli proseslərdə öz maraqları çərçivəsində nəticələr çıxarıb yetərincə dəqiq və korrekt addımlar atmalıdır və zaten də atır. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, öz milli maraqlarını balanslı şəkildə qoruyur. Amerika Birləşmiş Ştatları ilə də, Avropa ilə də, elə Rusiya ilə də, İranla da müxtəlif güc balansları ilə kifayət qədər balanslı siyasət yeridərək həm də müstəqil bir ölkə olaraq, suveren ölkə olaraq heç bir ölkənin hərbi mövcudluğunu öz ərazisində saxlamamaqla öz ordusunun, öz siyasətinin gücünə münasibətlər qurur. Əhməd bəy, biz Rusiya-Ermənistan münasibətlərindən danışırıq. Bu kontekstdə Rusiyanın Ermənistandakı səfirinin keçirdiyi görüşlər də maraq doğurur və Kopurkin həm Köçəryanla görüşdü, həm Sarkisyanla görüşüb, həm Ter-Petrosyanla görüşüb. Yəni, 3 prezidentdən, bundan öncəki 3 prezidentin hər biri ilə görüşüb. Düzdür, onların xüsusilə də ikisinin nüfuzu heç də yüksək deyil Ermənistan cəmiyyətində. Hətta Rusiya səfirinin onlarla görüşməsi belə bir mənalı qarşılanmır. Amma bəlli məsələdir ki, Qarabağ klanı adlandırılan həmin qruplaşma zaman-zaman Rusiyadan dəstək alıb. İndi də bu dəstək böyük ehtimalla ifadə oluna bilər. Nə baş verəcək bundan sonra? Əgər bu prezidentlərlə, yəni keçmiş prezidentlərlə görüşlər keçirilirsə və Rusiya yenidən Ermənistanın dərinliklərinə enmək istəyirsə, təqribi siyasət necə ola bilər? Ümumiyyətlə bir reallıq var, Çinara xanım. Bugün Ermənistanda Nikol Paşinyanın şəxsi nüfuzu kifayət qədərdir. Hətta 2020-ci il müharibəsindən sonra belə deyək, məğlub olmuş bir lider olmasına baxmayaraq seçkilərdə kifayət qədər vətəndaşların etimadını qazana bilib və nəzərə alsaq ki, 2026-cı ildə payız aylarında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək və seçki öncəsi müxtəlif siyasi qüvvələrin və onları dəstəkləyən xarici güclərin, ölkələrin fəallaşması bu tam normaldır. Amma mən düşünmürəm ki, Nikol Paşinyana qarşı seçkidə, sivil mübarizədə qalib gəlmək mümkün olsun. Həminki o ənənəvi müxalif, revanşist güclər. Çünki istər Serj Sarkisyan olsun, istər Robert Köçəryan olsun, digərlər. Təbii ki, onlar bizim üçün müharibə cinayətkarlarıdır. Xocalı soyqırımına müəllifləridir, belə deyək. Onlar da nə zamansa ədalət məhkəməsi qarşısına cavab verəcəklər. Amma erməni xalqının gözündə onlar uğursuz siyasətçi, ölkədə korrupsiya, inflyasiya, yoxsulluğa götürən bir siyasətin müəllifləri olaraq onlara etimad çox aşağı səviyyədədir. Və hətta ötən il səhv eləmirəmsə bir neçə həftə davam edən etiraz aksiyaları, yeni bir siyasi fiqurun ortaya atılma cəsədi var idi, rahib keşiş Qalstanyan və onun etiraz aksiyaları belə müəyyən müddət davam etsə də uğursuz oldu. Bugün Nikol Paşinyan bu birmənalı şəkildə böyük auditoriyanın, erməni cəmiyyətinin etimadını qoruyub saxlaya bilir və 2026 seçki öncəsi Rusiya çalışacaq ki, Nikol Paşinyana qarşı qüvvələrə maliyyə və siyasi dəstək verməklə seçkilərdə Nikol Paşinyanın məğlubiyyətini təmin eləsin və revanşist güclər, xüsusən də Rusiya tərəfindən dəstəklənən ya ənənəvi bu seçim ola bilər ki, ya baxacalar erməni xalqının gözündə o Robert Köçəryanlar, Serj Sarkisyanların nüfuzu yenə aşağıdırsa, yeni bir siyasi qüvvələr, onların partiyasından çıxmış yeni bir simaları ortaya atmaqla, onlara dəstək verməklə Paşinyan iqtidarına bir alternativ yaratmağa çalışacaqlar. Nə qədər çətin görünsə də. Bəli, çətin görünsə də, amma Nikol Paşinyan üçün də bir qədər çətin bir dönəm başlayır. Çünki ABŞ-da artıq Donald Trump administrasiyasının fəaliyyət göstərməsi həminki qərb dəstəyinin kəsilməsi deməkdir. Bu baxımdan və Ukrayna müharibəsindən sonra Rusiyanın əli bir qədər güclənib. Bu baxımdan Ermənistana daha sərt, daha birbaşa müdaxilələr ola bilər və bu seçkilərdə Nikol Paşinyanı məğlub edə bilməsələr, növbəti B variantı kimi
onun ya inqilabi, ya fiziki yolla aradan qaldırmaqla istənilən halda özünə uyğun bir iqtidarın Ermənistanda hakimiyyətə gəlməsini təmin etməyə çalışacaq. Çünki Ukrayna müharibəsində əgər sülh imzalansa, belə deyək, atəşkəs imzalansa, Rusiyanın istədiyi şərtlərdən biri də Rusiya yönümlü bir iqtidarın Kiyevdə hakimiyyətə gəlməsidir. Eyni ssenarində Ermənistanda tətbiq etməyə çalışacaq. Əhməd bəy, zamanımız az qalıb. İstəyərdim ki, bu mövzu ətrafında da danışaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də Ermənistan və Rusiya arasında biz münasibətlərin gərgin olduğunu görürük və Rusiya Xarici İşlər Nazirinin müavini məsələ ilə bağlı açıqlama verib. Deyib ki, əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına borcunu ödəməsə, o zaman fərqli ssenarilər nəzərdən keçiriləcək. Düzdür, deyib ki, bununla belə heç kimi biz bu təşkilatdan qovmaq niyyətində deyilik, amma bəlli məsələ daxil ki, Ermənistan 2024-ün fevralından öz fəaliyyətini orada dondurub, amma çıxmaqla bağlı da ərizə təqdim etməyib, borcular da yığılır. Bir tərəfdən Rusiya da deyir ki, fərqli ssenarilər işə düşəcək. Bu borcuları ödəməsə, Ermənistana hansı ssenariləri cızacaq ki, sizcə Rusiya? Əslində, Nikol Paşinyan iqtidarı anlayırdı ki, respublikaçılar hakimiyyətə gəlsə, Ermənistan üçün çətin vəziyyət yaranacaq. Ona görə Rusiyanın patronajlığı altında olan o KTMT-dən tam şəkildə çıxmadı. Sanki bir geri qayıtmaq üçün bir əl yeri qoydu və bugün o geri qayıtmaq üçün müəyyən addımlar ata bilər. Mən inanmıram ki, bugünkü şərtlərdə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tamamən çıxsın. Çünki ABŞ-dan, Qərbdən, Avropadan, Fransadan kifayət qədər təhlükəsizlik təminatı almasa, Ermənistanın özünün ayaqda durması və Azərbaycan-Türkiyə münasibətləri fonunda özünün təhlükəsizliyini qorumaq üçün yeganə çıxış yolu yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır ki, həmin o borcları yenidən ödəməklə və yenidən KTMT-nin sammitlərinə qatılmaqla, özünün şəxsən Rusiyaya gedib ya Moskvada, ya Sankt-Peterburqda bu təşkilatın iclaslarına qatılmaqla yenidən münasibətləri bərpa eləmək kimi bir şansını özündə saxlayır ki, bu yenidən... Yəni hər an geri dönüş edə bilər. Hər an bu baş verə bilər, çünki hələ ki, keçid dövrüdür. Amerika ilə bağlı, Avropa ilə bağlı siyasətə bir daşlar hələ tam yerinə oturmuyor. Bir neçə aydan sonra Ermənistan əmin olsa ki, nə Vaşinqtondan, nə Parisdən, nə Brüsseldən istədiyi o dəstəyi ala bilmir, məcbur olub yenidən KTMT-yə qayıdacaq. Hələ bu da Nikol Paşinyanın reytingi xeyli aşağı düşəcək. Ona dəstək verən vətəndaşların ki, qərbə inteqrasiyaya səs vermişdilər, onların gözündə Nikol Paşinyan öz xallarını itirəcək. Bu, bəlkə də Rusiya yönümlü, hətta revanşistlər üçün yeni bir şans yaranacaq ki, bəli, Nikol Paşinyanın illərdə apardığı siyasət uğursuz oldu. Biz yenidən Ermənistan üçün doğru yol olan Rusiyaya yönəlik siyasətə başlayır. Yəni deyirsiniz, o açıq qapını ona görə saxlayır ki, hər an qərblə münasibətləri zədələnə bilər. Konkret olaraq o kağıza imza atıb bir dəfəlik KTMT-dən çıxa bilərdi. Amma bunu etmədi, bu risk olaraq gördü və bugünü sanki bir plan olaraq, variant olaraq saxlayırdı ki, birdən respublikaçılar hakimiyyətə gəlsə, Donald Trump hakimiyyətə gəlsə, Avropanın özünün kollektiv təhlükəsizliyi sual altında qalsa, Ermənistan müdafiəsi üçün, təhlükəsizliyi üçün kimə üz tutacaq? Yenidən Rusiyaya.